xoş gördük hər birinizi. Bugün bu tədbirin keçirilməsində məqsəd vərəmsiz gələcəyə doğru belə bir deviz altında bura toplaşmışıq və Çingiz müəllim, eləcə də Mətanət xanım həmin o təşkilatın işçiləridir və bura toplaşmaqda da məqsədimiz odur ki, yəni bu təşkilatın da rəhbərliyi ilə bu təşkilatın da apardığı bu təbliğat, maarifləndirmə işləri sayəsində bu xəstəliyin deməli qarşısını almaq, profilaktik tədbirləri necə aparmaq, bu xəstəliklə xəstələnənlərin gələcəkdə xəstələnəndən sonrakı yəni taleləri barədə də ətraflı məlumat almaq, bilik toplamaqdır ki, xəstələr bugün xəstələniblər, amma onların içərisindən elələri olur ki, onlar sağaldıqdan sonra da onların müəyyən dəstəyə ehtiyacları olur. Bax, bu günləri bu təşkilatın bu tədbiri keçirməkdə əsas məqsədi, məramı bizi bütün bu xəstəliyin başlamamasından, yəni xəstələnmənin olmamasından, profilaktikasından, xəstələndiyi dövrdən sonraki mərhələdə də hansı addımların atılmağını bizə göstərməkdir. Xoş gəlmişsiniz, təşəkkür edirəm sizə. Çox sağ olun, təşəkkür edirik sizin rəhbərinizə. Sizin klinikaya biz artıq bir neçə tədbirdən sonra gəlib çıxmışıq. Nəyə görə? Çünki tədbir cədvəlinə uyğun olaraq gedirik və ancaq layihənin məqsədi, məramı eynidir. Bizim burada görürsünüz, məsəl üçün bizim loqotipidir, donorundur və layihənin adıdır. Yəni bu tanıtma lövhəsi nəyə görə qoyulur ki, daima göz qabağında olsun ki, biz nə işlə bağlı bura gəlmişik. Deməli, fəaliyyətimiz, birinci onu başa salım, qeyri-hökumət təşkilatları nəyə görə yaranır, işi nə üçün? Biz bunu standart hər yerdə deyirik. Qeyri-hökumət təşkilatları üçüncü sektora daxil olur, yəni ki, dövlət strukturu, özəl struktur və qeyri-hökumət təşkilatları. Qeyri-hökumət təşkilatları dövlət qurumları ilə vətəndaş arasında köprü rolunu oynayır. Yəni, bizim QHT-lər vasitəsilə siz vətəndaşlar, pasiyentlər, digər dövlət qurumları işçiləri istənilən şəxslə, yəni kimliyindən, sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs bizim vasitəmizlə, QHT-lər vasitəsilə, eləcə də sərbəst halda, bu sizin hüququnuzdur, istənilən məlumatı almaq, vərəmlə bağlı maariflənmək, bilmədiyiniz suallara cavab tapmaq, mütəxəssislərdən, tibb mütəxəssisləri var, ictimai səhiyyə mütəxəssisləri var, hamısından bu sahədə maarifləndirə bilərsiniz. Bizim baş qanun, konstitusiyada bunu deyir ki, yəni hər bir şəxs seçimində azaddır, təhsil almağında azaddır, maariflənmə də təhsilin bir növüdür. Yəni ona görə sizlərlə görüşə gəlmişik. Bizim görüşümüz sizlə nə ilə bağlıdır? Vərəm deyəndə hamı bilir ki, bu xəstəlikdir, hamı keçici xəstəlikdir, bu kimi tanıyır. Ancaq sadəcə orada incə məqamlar var. Biz həmin incə məqamlara toxunacağıq sizlə. Təlimçimiz gözəl bir həkimdir, mütəxəssisdir. Bu sahəni sizi çalışacağıq. Biz burada elədik, burada bizim uşaqlar da var. Onların da dinlək, onlar da başa düşsünlər və eyni zamanda ola bilər kimdəsə sual yaranacaq. Yəni təlim gedə-gedə kiminsə hər hansı bir sualı olacaq, interaktiv olaq. İstənilən şəxs istənilən anda sualını verə bilər. Təlimçiyə, mənə, necə istəyirsiniz, hansı sual sizin maraqlanırsa birbaşa yerimizdən deyin. Yəni bu imtahan deyil, bu belə qeyri-adi bir yığıntı, toplantı deyil. Yəni sadəcə olaraq bu sahəni bilən adamlar arasında və məlumatı az olan deyək də adamlar arasında biz bu fikir mübadiləsi aparacağıq. Ona görə biz buradayıq. Yəni qeyri-hökumət təşkilatı kimi bizim təşkilat vərəmsiz gələcəyə doğru adlanır. Adından göründüyü ki, məramı bilinir. Azərbaycanda vərəmə son qoymaq, ümumiyyətlə dünyada vərəmə son qoymaq, hər ölkə özü strateji bir öhdəlik götürür. Bu sahədə deməli qeyri-hökumət təşkilatı kimi bizim fəaliyyətlər böyükdür. Fəaliyyətlərimizin içində təkcə gəlib bax belə maarifləndirim işi durmur. Orada çox sahələr var. Eyni zamanda əlilliklə bağlı problemlər yarananda, həkim-xəstə arasında münasibətlərdə, davranışlarda anlaşılmazlıqlar olanda, belə hallarda olur və yaxud da ki, sosial məsələlərlə bağlı, sosial xidmətlərlə bağlı olanda belə məqamlar olur ki, biz buna aydınlıq gətirməliyik. Ola bilər kimsə açıq sual vermək istəmir, yəni sonradan bizə müraciət eləmək istəyir, eyni qaydadır və yaxud da ki, sonradan yaddan nəsə düşür, elə bir halla rastlaşır. Yəni tam azad seçimlə verəcəyik. Eyni zamanda bizdə dəstəmizdən Mətanət xanımdan başqa, eyni zamanda bizim həkimimiz də var, Əlisən də gəl. Mən də öz növbəmdə hamınızı bir daha salamlayıram, xoş gəlmisiniz. Yəni vaxtınızdan ayırmısınız, səbrinizə görə təşəkkür edirəm.
Biz də burada pasiyentlərimiz də iştirak edir. Yəni bizim əsas məqsədimiz ondan ibarətdir ki, biz həm tibb işçilərinin biliklərini təkrarlayaq və onların işlərində daha dəqiq və daha sərrast olmasına nail olaq və pasiyentlərimizi də həm müalicəyə ruhlandıraq, həm gələcək həyatlarında onlara elə bir məlumatlar verək ki, onların gələcək həyatlarında bu məlumatlar vacibdir və sağlamlıqlarına qovuşandan sonra da yəni onlar sağlam həyatlarına qayıda bilsinlər. Vərəm tam sağalan xəstəlikdir. Yəni heç vaxt bundan qorxmaq lazım deyil. Yəni bəzi insanlarda olur ki, vərəmə yoluxandan sonra, xəstələnəndən sonra yəni onlarda bir ruh düşkünlüyü yaranır və müalicə almaq istəmirlər, bir depressiv formada özünü göstərir. Onlar elə bilirlər ki, yəni bu xəstəlik onların ömür boyu onlarla gedəcək. Yox, bu əsla belə deyil. Bizim bəzi doğru bildiyimiz yanlışlar var ki, hansı ki, deyirik ki, vərəmə bir dəfə xəstələndinsə, bu ömür boyu sənin ağciyərində qalır. Xeyr, bu əsla belə deyil. Vərəm tam sağalan xəstəlikdir. Yəni siz müalicəni əgər dərmanları proqramın axırına qədər qəbul eləsəz, siz tam sağalacaqsınız, tam sağlam şəxslər olacaqsınız. Yəni vərəmdən demək olar ki, əsər əlamət qalmayacaq. Ona görə yəni əsla ruh düşkünlüyü yaşamayın. Yəni bu sizdə müvəqqəti olan bir xəstəlikdir. Siz müalicəni uğurla axıra qədər bitirəndən sonra yəni tam sağlam şəxslər olacaqsınız. Diqqətinizə görə çox sağ olun. Beləliklə biz başlayırıq təlimimizə, vaxtınızı çox almayacağıq. Biz hamımız keçirik arxaya, Nətan xanım, siz. Mən də hamınızı salamlayıram. Pediatram. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya Kafedrasının dosentiyəm və burada bugün uşaqlarla biz görüşürük. Bu əslində bir tərəfdən çox yaxşıdır. Çünki tibb işçiləri birgə pasiyentlərlə onlara aid olan mövzunu eşidəcəklər. Hər tərəfli məqamlara toxunacaq. Digər tərəfdən əlbəttə istəməzdik ki, uşaqlar xəstələnsin. Ümumiyyətlə xəstələrimiz az olsa daha yaxşı olur. Ancaq xəstəlik, yəni heç kim sığortalanmayıb heç bir xəstəlikdən və xüsusilə hava damcı yolla keçən xəstəliklərdən. Ona görə biz silahlı olmalıyıq xəstəliklə mübarizə etmədən. Düzdürmü? Silahlı bizim biliyimiz, bizim bacarıqlarımız, yerlərdə şəraitlərə diqqət etməyimiz. Bu çox önəmlidir. Tibb işçilərindən bugün həddindən artıq çox şey tələb olunur və həqiqətən siz çox şeyləri edirsiniz. Siz tibb müəssisəni qoruyursunuz, xəstələri qoruyursunuz. Ona görə vərəm doğrudan da bugün qlobal olaraq 21-ci əsrdir, ancaq vərəm həddindən artıq təhlükəli bir xəstəlikdir. Qlobal olaraq problem olaraq qalır. Çünki o xəstəliyin qarşısı hələ də alınmayıb. Xəstələnmənin hallar azalmayıb dünyada. Azərbaycan da ora daxildir. İnsan əgər yoruluxubsa, mantu sınağını edirlər və başa düşürlər, burada yoluxma var, yoxsa yoxdur. Ona görə sonra nə baş verdi? Yaxşı, xəstəlik baş götürür, gedir, dünyasını dəyişənlər həddindən artıq çox olur. Nə eləyəcəklər? Müalicə lazımdır. Müalicəni nə ilə edəcəklər? Artıq Vanksman tərəfindən vərəmin müalicəsi üçün streptomycin kəşf olundu. Yəni streptomycin antibiotik kimi artıq istifadə olundu. Sonradan artıq elm inkişaf etdi və müxtəlif başqa dərmanlar da bizdə bugün istifadə olunur. Və deməli kox çöplərinin 100 illiyinin yəni kəşf olunmasının 100 illiyinə həsr olunan bir tədbirdə artıq müəyyən olundu ki, 24 mart vərəmlə mübarizə günü kimi qeyd olunacaq. Çünki 24 martda o alim bizə o mikobakteriyaları göstərdi. Və təsadüfi deyil, ona görə də bugün hər il Azərbaycanda da 24 mart vərəmlə mübarizə qeyd olunur. Mən əminəm ki, bu xəstəxanada da vərəmlə mübarizə günü öz bir tərzdə qeyd olunur. Çünki bu bir daha bizə bu mövzuya diqqətimizi cəlb edir. Xəstələrlə daha geniş işlər aparmaq, onlara dəstək olmaq, qayğı göstərmək tövsiyə olunur. Və əsas simptomlar nədir?
Əsas simptomlar siz tanışsınız, çünki bu sahədə işləyərsiniz. Ancaq yenə də uşaqlar da bu gün sizdə hansı hallar var idi? Öskürək var idimi? Var idi. Başqa nə vardı? Qızdırma var idi? Yox idi. Ancaq bəzi hallarda qızdırma olur, uzun müddət, 2-3 həftə olan qızdırma, baş ağrı, əhval-ruhiyyənin pozulması, yuxusuzluq, gecə tərləmələr olurmu belə? Düzdürmü? Bax, bu xüsusi göstəricilərdir ki, artıq insanlar, həkimlər belə, pediatrlar, terapevtlər, ilkin səhiyyə xidmətində işləyən tibb işçiləri vərəmi burada düşünməlidirlər. Deyə bilməzlər ki, yox, burada vərəm deyil. Vərəmi düşünərək müayinəyə göndərmək. Qoy olmasın vərəm, ancaq vaxtında aşkarlansın, vaxtında müalicəyə yönəlsin və lazım olan müayinəyə göndərilsin. Əlbəttə, vərəm biz nə üçün narahatıq? Çünki hava damcı yolla yoluxan bir xəstəlikdir, düzdürmü? Havanın qarşısını necə alaq? Ala bilməyəcəyik. Ancaq özümüzü qoruya bilərik. Necə? Maska taxa bilərik, məsafə saxlaya bilərik. Zaten məsafə yadınızdadır, pandemiyada da bizə daha belə sərt şəkildə öyrətdilər ki, məsafə doğrudan da bu bir mədəniyyətdir. İnsanların özünün sağlamlığın qorunması üçün bu bir mədəniyyətdir, məsafə saxlamaq. Çünki burada yoluxma ehtimalı var. Biz qucaqlayaraq, öpüşərək, əgər insan xəstədirsə, qoy virus infeksiyası olsun, biz vərəmi danışmayaq. O virus nə ilə keçəcək? Öskürərək, danışaraq, düzdürmü? Askıraraq bu yayılacaq. Və ağciyərdən kənar başqa orqanlarda zədələnir, düzdürmü? Burada limfa düyünləri, böyrək vərəmi, dəri vərəmi, onurğa, sümüklərin vərəmi, beyin vərəmi və s. Vərəmin törədicisinin yaşama qabiliyyəti. Biz nə üçün infeksion nəzarət deyilir, xüsusilə müəssisələrdə? Nə üçün evlərdə tozun təmizlənməsi, nəm, vlajnədə deyirlər təmizlənmə olmalıdır? Nə üçün? Çünki o mikrobakteriyalar, istil vərəm olsun, viruslar olsun, bakteriya olsun, onların qalma müddəti var. Onlar o müddətdə yaşayırlar və yoluxdururlar insanları. Baxın, vərəm çöpləri tozlu bəlğəmdə 72 saat, quru bəlğəmdə 5-6 ay, əşyalarda 3 ay, torpaqda 2 ay, suda 5 ay, 0 dərəcədə Selsidə, yəni soyuq dərəcədə illərlə yaşaya bilər. Nəmişliyi sevir vərəm çöpü. Başqa məhlullara xlorid turşusunun təsirindən 3-4 saata, 70 dərəcədə Selsidə 30 dəqiqədə, qaynatdıqda 5 dəqiqədə və günəş şüalarının təsirindən 3-5 dəqiqədə məhv olur. Bu baxımdan siz yerləri hər yerdə silirsiniz, təmizləyirsiniz və ki, mikroblar olmasın. Siz də uşaqlar, indi nəzarət olunur, ancaq həmişə əllərinizi yumaq, əllərinizi ağza aparmamaq, üzünüzə əllərinizi vurmamaq, tez-tez yumaq, əşyaların üzərində təmizləmək və s. Yəni, gigiyenik qaydalara həmişə riayət etmək vacibdir. Yoluxma hələ xəstəlik demək deyil, düzdürmü? Heç simptomlar da yoxdur, insan özünü yaxşı hiss edir. Ancaq yoluxub, indi baxın, bir var mən indi yoluxmuşam, 2 gün keçdi, 5 gün keçdi, 10 gün keçdi, heç nə yoxdur. Ancaq immun sistemim zəif olsa, mən çox iş görsəm, çox başqa viruslarda olsa, mən onda əlbəttə tez xəstələnərəm və xəstəlik baş götürüb qaldıracaq. Deməli, qeyd etdiyim kimi, yoluxmada heç bir əlamət yoxdur. Sadəcə mantuda biz başa düşəcəyik ki, bu insan yoluxub və profilaktik müalicəni edəndən sonra aradan qaldırılır. Ancaq yenə də nəzarət altında və gücləndirici tədbirlər, sağlamlığın gücləndirici tədbirlərini tövsiyə edirlər. Vərəmin profilaktikası önəmlidir. Bunu nəzərə alaraq, onun yoluxdurucu qabiliyyətinin çox güclü olması, hava damcı yolla keçirilməsi, yoluxmanın olub və məlumatın olmaması baxımından yeni doğulmuşlarda belə doğum evində nə edirlər? BCG edirlər. Sizə olurmu BCG? Bilmirsiniz. Ancaq indi doğum evində bu mütləq olmalıdır ki, çünki uşağın, yeni doğulan uşağın immun sistemi zəifdir, hələ inkişaf etməyib. Ona görə o bütün bakteriyaları tez götürür özünə və xəstəlik də yaranır. BCG çox vacib bir diaqnostik bir üsuldur. Mantu sınağı da artıq o yoluxmanı müəyyən edir. BCG vaksin və
Formaları fərqlidir vərəmin. Siz də yəqin ki, yəni bilirsiniz daha doğrusu, vərəmin müxtəlif formaları var. Ona görə kəskin vərəmdə dərhal müalicəni başlamaq və bitirmək vacibdir. Əgər o müalicə bitirilmirsə, kəsilirsə, tam kursuna davam edilirmirsə, artıq başqa bu xəstəlik ona görə fərqlidir digər xəstəliklərdən. Başqa xəstəliklərdə, hətta infeksion xəstəliklərdə biz nə görürük? Kəskin görürük, sağalma görürük. Burada nə görürük? Kəskini görürük. Sonra müxtəlif formalara çevrilir. Və bununla çox təhlükəlidir. İndi bu xəstəliklərin müalicəsində dərmanların təsiri vacibdirmi? Vacibdir. Dərman sahənin inkişafı vacibdir? Vacibdir. Çünki bu dərmanlara davamlılıq ki yaranır, yeni dərmanlara ehtiyac var. Ona görə geniş bir mübarizə tədbirləri aparılır vərəmlə mübarizədə. Başqa bir böyük problem vərəmlə bağlı damğalanma. Bugün niyə vərəmi gizlədirlər? Hələ də gizlədirlər. Baxmayaraq ki, vərəm sağalan xəstəlikdir. Sizin məktəbdə bilirlər ki, siz xəstəsiz uşaqlar. Bilirlər ki, siz xəstəsiz. Bilirlər. Nə hiss edirsən? Əla, super. Bravo sənə. Nə gözəl. Nə gözəl belə uşaqlar var. Mən təşəkkür eləyirəm sizə pediatr olaraq. Və siz cavabı verə bilərsiniz. Heç kimin haqqı yoxdur sizə təcrid etməyə, sizi damğalanmağa, sizlə heç kimin danışmasın. Siz əsas sağalmalısınız və bunu onlara təsdiq etməlisiniz. Dərmanlara davamlı ictimai səhiyyə bir böhranıdır. Çünki insanlar nə olur? Tam müalicəni bitirmirlər, işə çıxırlar, təhlükəli olurlar və nə baş verir? Dayanma da yoxdur. Ona görə xəstələnmənin yayılması çoxdur. Və digər tərəfdən 5 nəfərdən cəmi 2 nəfər müalicəyə qatılıb. Çox yaxşı ki, siz buradasınız. Çünki müalicə alırsınız, nəzarət altındasınız. Hər hansı bir dəyişiklik olanda mütləq özünüzdə mütləq deməlisiniz həkimə, tibb bacısına. Onlar da sizə dəstək olacaqlar. Vərəmin müalicəsində 6 ideal addım var. Birinci, uşaqlar, məsələn, siz hara müraciət olundu sizin vəziyyətinizlə bağlı? Poliklinikaya, həkimə, düzdürmü? Getdiniz poliklinikaya. Siz düşünmədiniz ki, burada vərəmdir, düzdür? Və gəldiniz poliklinikaya. Poliklinikada pediatr, qeyd etdiyim kimi, düşünməlidir ki, vərəm ola bilər. Anamnez toplayaraq, kontaktları müəyyən edərək bunu edir. Ancaq bəzi hallarda bu olunmur və soyuq dəymə kimi müalicə olunur. Problem oldu? Problem oldu. Deməli, biz nə istəyirik? Biz istəyirik ki, yardım üçün vaxtında müraciət etmək, doğru yerə müraciət etmək, doğru diaqnozu müayinədən keçək, doğru diaqnozu əldə etmək ki, o müalicə planını hazırlasınlar və təyin etsinlər. O müalicə planını da nə etməlidir? Tam kursu bitirməlidir. Bütün bu yollarda, bütün bu addımlarda problemlərlə üzləşə bilərlər. İstər cəmiyyət tərəfindən, istər fərd özü istəməz getməyə o məntəqəyə gizli saxlamaq, düzdürmü? Yəni problemlər var və bizə də deyirlər ki, o problemlər aradan qaldırıla bilər. Əgər biz doğrudan öz vəzifəmizi doğru şəkildə yerinə yetirəcək. Yəni aşkarlama önəmlidir və sonra artıq müalicənin uğurlu nəticələnməsini. Və biz yadda saxlamalıyıq ki, vərəm hələ də təhlükəli bir xəstəlikdir, yoluxdurucu bir xəstəlikdir. Vaxtında müəyyən etmək, vaxtında müalicə olunmalıdır. Bax, bu bizim hər kəsin ehtiyaclar piramidamız var. Fərq eləmir, qadın, kişi, Amerikalı, Avropalı, Azərbaycanlı, hər birimizin bunlara ehtiyacı var. Yəni, mən bunsuz yaşaya bilmərəm, mən ünsiyyətsiz yaşaya bilmərəm, mən 3 gün heç kimlə danışmayım, artıq psixi dəyişikliklər ola bilər. Və hər kəsin fizioloji ehtiyaclara, təhlükəsiz bir şəraitdə ehtiyacların olması hər birimizdə eynidir. Ehtiyac nədir? Ehtiyac, insanın konkret həyat şəraitindən asıllığını ifadə edən və bu şəraitdə onun aktivliyini şərtləndirən bir haldır. Vərəmli xəstələr nə edirlər? O vəziyyətdir, o şəraitdir o ki, yaşayır, düzdürmü? İndi o şəraitdə onun aktivliyini, həyatda olmağını, həyatda fəaliyyətini
şərtləndirən bir şeydir. Başa düşürsünüz? Ona görə əlbəttə bu piramida sağlam insanda bir cür olacaq, faizcə. Xəstə insanda, əlilliyi olan şəxsdə başqa cür olacaq. Bu xəstələr təcrid olunması üçün nə etməyə ehtiyacları çox? Qayğıya, ünsiyyətə, diqqətə. Biz biləndə ki, necə yoluxmaq olur, biz doğru bir şəkildə davranırıq da, münasibətlər də qurulur və s. Vərəmlə mübarizə birləşilməlidir, hamı bir yerdə olmalıdır. İstəyir məktəb, istəyir ailə, istəyir tibb müəssisəsi, hamı birlikdə uğur qazana biləcək və xəstələr unudulmur. Xəstələrə qayğı və diqqət mütləq göstərilməlidir. Tezislər dedi, problemləri də bilirsiniz ki, xəstələr vaxtında aşkarlanmır, vaxtında müraciət etmirlər, vaxtında müalicəni bitirmirlər, yəni tam şəkildə həyata keçirilmir və bu da başqa formalar yaradır və narahatçılığa da səbəb olur. Bu da bizim qeyri-hökumət təşkilatlarının Azərbaycan koalisiyasıdır. Biz artıq bir neçə təşkilat birləşmişik və koalisiya şəklində mübarizəni aparırıq. İstəyir milli səviyyədə, istəyir beynəlxalq səviyyədə. Biz o, məsələn, qanunun yenilənməsi ilə də bağlı biz iştirak edirik ki, biz artıq müasir bir yola çıxaq. Vərəmlə müasir yollarla mübarizə edək və yaxşı deyilir, vərəmlə mübarizədə də biz birlikdə güclüyük. Təşəkkür edirəm. Sualınız varsa buyurun. Çox şey elə burada öyrəndim. Çox sağ olun. Mən də qeyd etmək istəyirəm ki, bəlkə burada daha dedilər 15 uşaq var da. İndi hamı düşməyib, problem deyil. Biz çox sağ olun ki, siz gəldiniz və bizim də məqsədimiz sizə bəzi məqamları çatdırmaq idi və çox yaxşı ki, siz onları eşitdiniz, faydalandınız. Daha geniş aparılmalıdır. Tibb işçiləri uşaqlarla, valideynlərlə daha çox danışılmalıdır. İndi Çingiz müəllim də öz fəaliyyəti haqqında qeyd edər ki, məktəblərdə nələr baş verir? Bəli, fəaliyyətlərimizi bayaq danışdıq. Sadəcə mən böyük giriş hissəsində onu saxladım arxaya ki, çünki əsas məlumat çatdırılsın sizə və ondan sonra sizlə bax belə söhbət edirik. Deməli, biz keçən il orta məktəblərdə, bax bu tədbiri orta məktəblərdə apardıq. Orta məktəblərin yuxarı sinif şagirdləri arasında müəllim kollektivlərindən bir yerdə. Sizin aranızda da indi 4 nəfər bizdə pasiyent var, uşaqlardır. Ona görə tərbiyəçi müəllim də buradadır. Çox sağ olsun, gəldi, iştirak elədi. Yəni, qaydalara görə olmalıdır da. Yəni, sualımız, bax, balaca bir dənə sual verim. Orta məktəblərdə biz bunu vermişdik. Bax, siz 4 nəfərə aiddir. Yəni ki, məktəbdə oxuduğu siniflərə uyğun. Yəni, biologiya dərsi keçirsiniz, düzdür? Oğlanlar sizdə. Yəni ki, biologiyadan azdan çoxdan bakteriyalar, xəstəliklər haqqında eşitmişsiniz, düzdürmü? Bax, bu vərəm özü də bakteriyadır, mikrobakteriya, yəni bakteriyalardandır. Yəni ona görə də siz də bilirsiniz ki, yəni konkret olaraq, yəni hal-hazırda ola bilər ki, yenilik nəsə öyrəndiniz. Həkim danışdı, eşitdiniz nə? Və özünüzə müalicə olunursunuz. Digər həkimlə danışanda görürsünüz, gözəl bir məlumat verdi. Tam sağalır vərəm. Tam sağalacaqsınız, heç bir sizin məndən, digərindən fərqiniz olmayacaq. Ona görə sadəcə həkimlərin dediyinə, tibb bacılarının dediklərinə qulaq asmaq, dərmanları vaxtında içmək, yəni bütün qaydalara əməl etmək lazımdır. Buna deyirlər müalicəyə asıl bağlılıq. Yəni müalicəyə bağlısınızsa müalicə sizi xilas edəcək. Ancaq yarımçıq saxlamaq olmaz. Bütün mahiyyət bundan ibarətdir. Vərəmin aparıcı qızıl qaydası budur. Deyilən dərmanları düz içmək lazımdır və dərmanları öz başına azaltmaq, çoxaltmaq olmaz. Ona doza deyirlər də. Yəni onu həkim özü biləcək. Nəyi çıxardır, nəyi əlavə eləyir, nəyi artırır. Yəni bunlar vacibdir hamısı. Başa düşdünüz? Yəni əsas budur. Eyni zamanda bizim hörmətli tibb işçilərimiz, texniki işçilərimiz, hər birimizə təbii ki, təşəkkürümüzü bildiririk. Gəldiniz, iştirak elədiniz və eşitdim xanım sual vermişdi maaşlarla bağlı. Bax, əlinizdə broşuraları görürsünüz. Onun arxa hissəsinə çevirsəz, orada bizim bütün koordinatlarımız var. Bayaq danışmışdım sizə. Telefon nömrələri, WhatsApp təşkilatında təbii ki. Telefon nömrələri, WhatsApp nömrəsi, sosial şəbəkə linkləri var. Adı, yəni adını elə bir dənə götürün. Bizim təşkilatın adı Vərəmsiz Gələcəyə Doğru. Bu bizim loqodur. Vərəmsiz Gələcəyə Doğru hara yazsaz Google-da. O sizi yönləndirəcək bizim bütün resurslara.
nə vaxt istəsəz sual verə bilərsiniz, nə vaxt istəsəz məlumatlarınızı deyə bilərsiniz ki, məsəl üçün bax bu cür məni maraqlandıran belə anlar var. Sizin sualınıza gəldikdə maaşlarla bağlı, bəli, bu çox böyük bir problem yaradan bir sahədir. Bu dəqiqə tibb sahəsində ən çox da vərəmlə, infeksiya ilə işləyən tibb personalının, texniki işçilərin, ümumiyyətlə bu sahəyə əmək sərf edən, can qoyan işçilərin hamısının maaşlarının artmağında vardır. Yəni bu əsas stimuldur. İnsan fəaliyyəti üçün əsas stimul onun əməyinin qiymətləndirilməsidir. Və bu çox aşağı olduğunu da bilirik. Bu barədə biz də təklifləri, tezislər hazırlayırıq. Və eyni zamanda da, bax bizim bu ümumi bir dənə müəssisəmiz qalıb bizim. O da qutarandan sonra biz artıq sizin baş həkimlərlə oturacağıq, təkliflər üzərində işləyəcəyik. Hansı qərara gəldi, hansı təkliflər var, hansı çatışmamazlıqlar və ya boşluqlar var. Həmin boşluqları həll etmək üçün biz birinci o təklifləri almalıyıq baş həkimlərdən və ondan sonra biz artıq öz növbəmizdə onu işləyəcəyik. Bu bizim artıq növbəti fəaliyyətimiz olacaq. Buna bizdə deyirlər layihənin davamlılığı. Yəni layihə o demək deyil ki, Mətanət xanım, Çingiz müəllim gəldi, Vəli həkim burada gəldi, danışdıq, getdik, bizim işimizi qurtarır. Yox, o hələ birinci etapdır. Ondan sonraki etapları siz artıq belə görmürsünüz. Ancaq siz onu fəaliyyətlərinizə ola bilər ki, bir neçə ay sonra, bir neçə il sonra siz onun nəticələrini görəcəksiniz. Əmək haqqında əlavələr ola biləcək. Biz demirik, biz deyən kimi onu eləyəcəklər. Ancaq biz deyənlərdən biri olacağıq və bu fəaliyyət artıq qiymətləndirilir. Milli Məclisdə qulaq asmalara dəvət olunurlar bizim işçilərimiz. Bax, Mətanət xanım dəfələrlə olub orada. Eyni zamanda səsləndirilir, yüksək arenalardan səsləndirilir, sizin səsiniz oluruq biz. Ona görə mən bayaq sözümün əvvəlində dedim ki, QHT-lər bu dövlətlə vətəndaş arasında körpüdür. Yəni siz bizim vasitəmizlə QHT-lərin, təkcə bizim təşkilatın yox, belə QHT-lər çoxdur. Qızıl Aypara var, Mətanət xanım da Kakraz oradadır. Eyni zamanda başqa təşkilatlar var ki, onlar sözünü demiş samballı təşkilatlardır, qeyri-hökumət təşkilatlardır. Onlara da müraciət eləməklə siz eyni zamanda elə bil ki, bir hədəfə müxtəlif vəziyyətdən yaxınlaşmaq olur, müxtəlif tərəflərdən gəlmək olar. Vacib deyil bizim təşkilatla. İndi mən burada öz təşkilatımın adından danışıram, başqasından danışa bilmərəm. Eləcə də çox inkişaf etmiş təşkilatlar var, yeni yaranan və yeni yaranmaqda olan təşkilatlar var və bunların hamısına əlaqələrinizi saxlaya bilərsiniz, əlaqələr qura bilərsiniz. Biz sizə görə tanınırıq. Yəni QHT-lər sizə görə tanınır, vətəndaşlara görə. Siz bizə müraciətlər edirsiniz. Hər hansı problemimiz olanda, yəni vərəmlə bağlı problem olanda, müalicənin gedişatı ilə problem olanda, şəxsi sizin müalicə müəssisəsindəki fəaliyyətinizlə, məsəl üçün maaşların artmasından və yaxud da ki, infeksiya ilə bağlı sizin nəyə lazım bilirsinizsə ki, onu demək olar, onu bizə əsas deyin. Biz dərhal sizlə geri dönüş edəcəyik, əlaqə yaradacağıq, soruşacağıq, hansı məsələdir, nə ilə. Əgər bizim profilə uyğundursa, biz onun üzərində işləyəcəyik. Və Mətanət xanım gözəl bir slayd göstərdi, bizim QHT koalitsiyası. QHT koalitsiyasında olan təşkilatlar hamısı hərəsi müxtəlif bir sahələrlə, lakin vahid amal uğrunda çalışırlar. Konkret vərəmə son qoymaq.